Venezuela prezidenti Nicolas Maduro ilk dinləməsi üçün New York məhkəməsinə gətirilib. Lentazın məlumatına görə, federal ittihamlarla günahkar bilinərsə, Nicolas Maduro üçün edam cəzası tətbiq etməyi düşünür. Venezuela prezidenti ABŞ əməliyyatı zamanı Karakasda saxlanılıb və New Yorka gətirilib. Hazırda o Brooklyn həbsxanasında saxlanılır və 4 maddə üzrə rəsmi məhkəmə prosesini gözləyir. Maduro narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunur. İttihamlar təsdiqlənərsə, keçmiş Venezuela lideri ömrünün qalan hissəsini həbsxanada keçirə və ya daha sərt cəza ilə üzləşə bilər. ABŞ federal qanunları davamlı cinayət fəaliyyəti çərçivəsində törədildiyi təqdirdə nəzarət olunan maddələrlə əlaqəli cinayətlərə görə ölüm cəzasının tətbiq edilməsinə icazə verir. Bu barədə Konqres kitabxanası məlumat verib. ABŞ-da ölüm cəzasının təyin edildiyi cinayətlərə qətl, xəyanət, casusluq və ölümlə nəticələnməsə belə müəyyən narkotik cinayətləri daxildir. Lakin narkotik cinayətlərinə görə ölüm hökmləri olduqca nadirdir. Rəsmi məlumatlara görə bu cür hökmlərin əksəriyyəti qətllə bağlıdır. ABŞ-ın baş prokuroru Pam Bondi bildirib ki, Maduro və həyat yoldaşı Cilia Flores tezliklə Amerika ədalətı qarşısında cavab verəcəklər. Lakin o, Ədliyyə Nazirliyinin ölüm hökmü istəyib-istəməyəcəyini dəqiqləşdirməyib. Əməliyyat 1989-cu ildə Panama lideri Manuel Norega'nın tutulması ilə müqayisə edilib. O vaxt ABŞ onu həbsxanaya salmışdı. Maduro'nun adı artıq 2020 ildə narkotik qaçaqmalçılığı ittihamnaməsində yer alıb. Bu il Federal Böyük Münsiflər Heyəti ittihamları genişləndirib. Yeni sənəddə onu və bir neçə nəfəri narkoterrorizm törətmək üçün sui-qəsddə, qanunsuz olaraq kokain idxalında və pulemyot saxlamaqda ittiham edirlər.